Salam, hər vaxtınız xeyir olsun. Deməli, 1-ci 5-ci siniflə başlayaq. Dəyər nəşrlənən sınaq 3-ünü. Burada nə deyir? Birinci sual, mətni az öncə oxudum. Kim gəlib qiymət soruşurdu? Tacir 500 tümən deyib, özü də 3 şey bildiyini deyirdi. Hansının sonuna deyir? Biz 3-ün əvvəli 2-nin axırına artıra bilərdik. Deməli, cavabımız nə olacaq? 2. B variantı. İlyasa aiddir. Sevirdi. Ağası onu qorxuya düşür. Yox. Vəzirə satmamağı da yox idi. Doğru cavabımız olacaq 2. Yəni C variantı. Sonra hansı söz tünd rənglə verilmiş sözü əvəz edə bilməz? Tünd rənglə verilmiş söz hansı idi? Qüssəli. Qəm, qüssə, kədər. Baxaq. Sevincli olmaz da. Çünki sevinç başqa şeydir. Qüssə tam tərsi idi bunun. Tacirə aiddir nə? İlyası 500 tümən verib almağı tapşırır. Bir dəqiqə. Bu şah idi. Deməli 2-yə A gələcək. İlyası 500 tümən alaraq qulların içinə qatır vəzir. Sonra İlyası 500 tümənə qul bazarında satır tacir. C, A, B. Doğru cavabımız oldu nə? B variantı. Hansı sualın cavabı yoxdur? Neçəyə satdı? 500-ə. Mən də mətni yarımçı oxumuşam açığı. İlyasın yaxşı tanıdığı 3 şey nə idi? Adam, bunlar 3 şey var idi orada. Tacirin əlində olan bütün mayasını itirmə səbəb yox idi məncə. Bunun səbəbi yox idi. Səbəbi hara satdı? Bazara satdı da yəqin ki. Elə deyilmi? Baxaq. Biraz fikir elədi. Qul meydanına aparıbmış. Mətnə əsasən nöqtələrin yerinə nə düz gələrdi? Deməli, nə düz gələrdi? Vəzir gedib əhvalatı padşaha danışdı, söylədi, izah elədi. Bu cür sözlər yazmaq olardı. Nə olacaq? Bir dənə deyək. Nəql etdi də demək olar. Danışdı, daha çox olardı. Hansı şəkilçi bir cür yazılır? Hansı şəkilçi bir cür yazılır? Sənət, sənətkar. Biraz böyüdək bunu. Sənətkar. Biz lar-lər bilirik. Lar-lər. Imız-imız, umuz-umuz. Bu 2 cürdür, bu 4 cürdür. Dan-dəndə 2 cürdür. Kar isə bir cür yazılırdı. Doğru cavabımız A variantı. Sətirdən sətrə keçirmək üçün səhv harda olar? Ümumiyyətlə, sətirdən sətrə keçəndə bir sahidi boş qoymaq olmaz. Bu səhv, düzdür. Çünki kor sözünü korov demək olmaz. Çünki mürəkkəb sözlərdə sözləri yarımçıq qoymaq olmaz. Sonra nöqtələrin yerinə yazıla biləcək antonim. İgid, yox, qorxaq gündə 100 ölər deyir. İgid ömründə bir dəfə. 1-ə gəlir A. Deyər doymaram, deyər acmaram. Yəqin ki, ac deyər doymaram, tox deyər acmaram. Burada B olar. Əvvəl fikirləş, sonra danış. O da olacaq ki, A, B, C. Doğru cavabımız D variantı. Heç ahəng qanuna tabe olmayan söz. Bunlar qalındır. Bunlar incədir. Bunlar qalındır. Birdə problem yoxdur. Bir yerindədir. Həyatda, bax. Burada pozuldu artıq. Sevincin ağzını, qəmin çoxunu. Burada problem yoxdur. Yükün ağırını seçir analar. Deməli, doğru cavabımız nə oldu? 2-ci B variantı. Hansı söz Rus, Avropa mənşəli alınma sözdür? Maraqlıdır. Mən deməli, sözlər hansılardır? Ateş nöqtələri, günah, uzaqdan şəhərin sayısız samovar olacaqdır. Bu ruslardan bizə gələn sözdür. Yəqin ki, məktəb kitabınızda var. Məktəb, məktəblilərdən. Məktəbli leksikdir, digərləri qrammatik. Nə oldu doğru cavab? C variantı. Keçdik bu biri tərəfə.
Kəsilmək harda? Bitmək, qurtarmaq mənasındadır. Deyir ki, ağacın kəsilmiş qollar. Yağış kəsmişdi, yəni yağış bitmişdi mənasında. Yəqin ki, bunu istəyir bizdən. Ayağı əmisi gildən bitməmişdi təbii ki. Gəlinin ayağı qurban kəsir, gerçək mənada kəsilmişdi, daha getmirdi mənası. Amma yağış kəsilmək, qurtarmaq mənasında doğru cavab B. Hansı sözün leksik mənası yanlış verilmişdir? Deməli, ehmalca tam tərsini yazıblar burada. Deməli, tez-tez demək deyil, yavaşca deməkdir. İnsanın ağzında ağız sözü ilə qapının ağzı məcazidirsə, qapının ağzı olmazsa məcazidirsə, ona biz çox mənalı deyirik. Sözün tələffüzü yanlış verilmişdir. Məhəmməd uşaqların dalınca baxdı. Onların ayaqyalın, düzdür. Deyirlər çörək otu, çörək otu. Bu da doğrudur. Çertözdə düzgün bucaq çəkmək üçün bucaq ölçən yox, bu sait gəldiyinə görə qdan sonra sait gəlirsə bu çevrilir nə olur? Ğı olur. Deməli C səhvdir. Dodaqaltı da doğrudur. Düzgün cavabımız C variantı. Həqiqi mənada işlənmişdir. Könlüm uçur, insanın könlü uçmaz. Günəş boylanmaq insana aiddir. Əlinin güllə ilə vurulması. Həqiqətən vurulur da güllə ilə. Deməli doğru cavabımız C olacaq. Bir dənə D-yə də baxaq. Meşənin üzərindəki qızartı getdikcə meşəni boyuyurdu. Yaylaq qızartısı nəysə boyamaz ki, boyamaq gerçək deyil. Burada dağətəyi kəndlərdə yaşayan insanlar yaylağa köçmək üçün hazırlaşırdılar. Mürəkkəb söz dağ, ətək. Bu da mənsubiyyət şəkilçisi. Deməli nə yazacağıq? Dağ ətəyi. Mətni də bir oxuyaq. İçimizdə çox. Mən oxuyum mətni, görək nə deyir burada. Külli miqdar bütün çayların çoxunun suyunun səviyyəsini daş qiymətli tam tarlada baxaq görək nə deyir. Mətni bir dənə də oxuyum mən. Bataqlığın çox olduğu yerlərə çoxlu turist gəlir. Belə şey mi var? Məncə budur çağ. Bataqlığa çevrilməsi mümkündür. Durğun olar. Özbək heyvanat aləmi var. Suyun dibində havasız yerdə çürüməsi bu olar. Meşələrdə bataqlıq yaranır. Nəyə görə? Su çoxlu dayanır mənasındaydı deyə xatırladım. Baxaq. Deməli, plansız qırıldığı yerlərdə yanğın baş verəndə də ola bilərdi. Plansız qırıldığı var mı burada? Baxaq. Plansız və yeraltı sular üzə çıxır. Bu olar. Bax, biz nəticəyə niyə sualını verməliyik? Niyə? Niyəsini yazırıq bura. Meşələrdə bataqlıq niyə yaranır? Çünki və yeraltı sular üzə çıxır. Çərçivədə verilmiş sözün qarşılıq eyni məna deməkdir. Bataqlıq əmələ gəlir, yaranır deməkdir. Kontekstə uyğun. Yenidən vətəni qorumaq. Başın get at, himayə ol. Bibinanın təmi 19-cu əsrdə qoyulmuşdur. Nədə ciddi narahatlıq, dağıntılar meydana gəldi. Dağıntılar oldu mənasında. Düşünürəm ki, A olar. Baxaq bir dəqiqə.
Bir dəqiqə. Səhv deyirəm. Bataqlıq yəni sıfırdan yaranır mənasındadır. Yoxsa meydana gəlmək mənasında da yaranmaq. Bəli. Biz buna deyəndə 19-cu əsrdə yaranmışdır deyənməzdik. Biri bataqlıqda yaşamır. Bunu mətndənmi deyir? Mətndə var idi bunlar. Mən unutdum. Tez-tez oxudum deyə. Baxaq, ha. Qaban, sığın, zəli, məncə balina yoxdur cavablarda. Qaban, sığın, bataqlıq, quşları, qurbağa, ilan ola bilər. Bir dəqiqə, balina hanı? Balina yoxdur, ilan var, qurbağa var, qaban var. Tamam, deməli doğru cavab D variantı. Tünd verilmiş hansı məcazi mənadadır? Baxaq, hanı sözlər? Birdən başlayaq. Əmələ gəlir, gerçəkdir. Sonra söz, suyun səviyyəsi istifadə edilir, məhsuldar olur. Başqa söz yoxdur ki, bir dənə telefonda baxım. Burada yaxşı görsənmir deyə. Haradadır bu? Bir dəqiqə. Bəlkə sözləri səhv görürəm, ona görə baxım. Keçən sinif idi bu, 5. Onda 5. 5. Düz demişəm deyəsən. Suyun səviyyəsi olar da hər halda. Çoxunda suyun səviyyəsini saxlayır, istifadə edilir. Bəli. Suyun səviyyəsi. Doğru cavabımız oldu. Suyun səviyyəsi. B variantı. Çoban malqara naxın bataqlıqda otarmağa apardı cümləsini mətnin 4-cü abzasındakı hansı cümləyə əsasən təkzib etmək, yalanlamaqdır? Biz bunu mətnin 4-cü abzasına baxaq. Bu birinci abzas, bu ikinci, bu üçüncü, bu dördüncüdür. Bu cümləyə görə bataqlıqlarda malqara otarmaq mümkün deyil. Bunu yazırdıq. Söz yazaq. Başlanğıcı belədir. Bataqlıqda o cümləni yazırdıq. Belə. Deməli, bunu bitirdik.